Mən orada özümə məhdəl qalıram ki, mənim gözümün qabağına heç kim və heç nə gəlmədi. Mən bir tək, bu yenə deyirəm, hər yerdə səsləndirirəm, amma mənim bundan başqa cavabım yoxdur. Mən bayraqdan başqa və Azərbaycandan başqa heç nəyə düşünə bilmirdim o an. Siz möhtəşəmsiniz. Yəni, bu orada və mən özüm gələndən sonra mənə aydınlıq gəldi. Mən başa düşdüm ki, bu niyə belədir. Mən Azərbaycan bayrağı ilə dünyanın heç bir yerində tək-tək qalmamışam, başa-baş qalmamışam. Görmüşəm. Çıxmısınız. Yox, yəni bu şans mənim olmayıbdı da. Burada görmüşəm Azərbaycan bayrağı, meydanı dalğalanır, Flame Tower-ın üzərində. Hər zaman görürsən, bu başqa duyğudur. Burada yarışlarda qaçıram, iştirak eləyirəm, bayrağı qaldıram. Bu da başqa duyğudur. Demək, Azərbaycanda, Azərbaycanlıların içində mən bayraq qaldırıram. Bu mənə başqa duyğu verir. Amma dünyanın ən hündür zirvəsində heç kəs və heç nə yoxdur və sən çıxardırsan, elə bir bayraqla bütün insanları, bütün Azərbaycanı, ananı, atanı, hər kəsi, yəni orada hər kəs var idi. Ona görə individual yanaşa bilmirəm ki, mən uşağım, ailəm. Oradan elə bir bayraq çıxanda mənim üçün o belə xəritədə gördüyünüz Qartal, Xəzər, insanlarım, dinim, dilim, hamısı oradan çıxdı bayraq şəklində. Və hər kəsi orada elə bir simvolla mən gördüm. Bütün vətən o bayrağıdır, bir parça. Yəni, və onun timsalında mən hər şeyi gördüyüm üçün, yəni belə bir şey yox idi. Hə, uşağım, evim, filan. Yəni belə bir şey gəlmədi mənə. Bayraq gəldi. Və yenə deyirəm ki, mən bayrağı o fonda hələ görməmişdim. Mən bilmirəm bunu necə deyim. Yəni bayrağımı belə çıxartdım. Hətta videosu da var. Hə. Əlimdə də belə qalın əlcəklərdə külək də o qədər möhkəmdir, belə tutmuşam ki, uçmasın. Və baxıram, deyirəm, bax Vəfa, bayrağını düz tut ha. Bayrağını düz tut. Olur axı, həyecanlı olursan, belə edirsən. Hətta belə qarışıq şəkillərim də var mənim. Sonra dedim ki, Vəfa, bir dənə reallığa qayıt, tamam zirvədəsən, gözəl, amma bayrağını düz tut. Sən bunu aparacaqsan insanlara, Azərbaycanı təqdim edəcəksən. Tutmuşam belə və bunun mavi hissəsi səma ilə birləşəndə dedim, bu nə gözəldir. Bu nə gözəl bayraqdır. Ən gözəlidir də. Yəni, bayraq bu qədər mi gözəl olar? Bayrağa vurulmuşam, Şerpa da deyir ki, işarə edir ki, romantika vaxtı deyil də, gözümdə dolub ağlayıram. Mənə belə edir ki, çək də bu şəkli çək. Və belə bayrağı tutdum, möhkəm tutdum, şəkil çəkdirdim. Sonra da dedim ki, nə olar, bir videoya basta, amma çıxartmadım oksigeni. Gördüm ki, vaxt yoxdur, bunu çıxart, onu elə. Bir dənə onu xatırlayıram ki, orada keçirdiyim duyğuları bayraqla sirkəliyə deyirəm ki, bu nə gözəl bayraq. Bu nə gözəl bayraqdır. Bax, bu Azərbaycandır.